mənə görə əslində xeyir-şər mövzusunun ikinci hissəsi yoxdur. Rövşən Abdullaoğlunun prizmasından həyatda ancaq bir dənə rəng var. O rəngdə necə ağ rəng spektrdən keçəndə şaxələnir, mənə görə də bir xeyir var və o xeyrin çalarları var. Bir çaları qaradır. Mən ola bilər ki, qara rəngini bəyənmirəm. Bəyənmədiyimə görə deyirəm ki, bu şərdir. Ancaq mahiyyətdə bu da bir rəngdir. Yəni elə insanlar var ki, bunların ən sevimli rəngi qara rəngdir. Bir insan üçün qırmızı rəng şər rəngi ola bilər. Ancaq bu onun baxışıdır. Həqiqətdə o qırmızı rəngi şər kimi anlamaq olarmı? Mənə görə yox. Mənə görə bütün bu rənglərin kökü bir dənə ağ rəngdir. Hər bir şeydə bir xeyir var, hər bir şeydə bir dərin məna var. Ola bilər ki, Rövşən Abdullaoğlu mənanı görməsin. Ancaq görməməyim ona şər deməyimə səbəb olmalı deyil. Və bizim ən böyük problem odur ki, bizlər həyatda hadisələri bölürük iki yerə. Hətta kitablarda belə mən çalışıram, şər insan adlandırdığımız tiplərdə belə o müsbəti görürəm və onu görsədəm ki, yox, bu da şər deyil. Əslində sən ona baxsan, bunu da anlamaq olar. Bunu bir keçmişinə bax, bunun bir gələcəyinə bax, bunun qəlbinin dərinliklərinə bax, onda görəcəksən ki, bəlkə doğrudan da şər kimi başa düşdüyün bir kölgədir və kölgə işığın olmamağıdır, düzdür? Ancaq işığın olmamağı öz-özlüyündə bir şey deyil də, ayaq üzərində duran bir şey deyil. Sən günəşi götürsən, ağacı götürsən, kölgə də olmayacaq. Bax, o kölgəni biz yaradırıq. Rövşən Abdullaoğlu məncə həyata belə baxmasaydı, mən yazıçı olmazdım. Yəni mən əgər şər də görsəydim həyatda, mən yazıçı olmazdım. Ona görə çox vaxt mənə deyirlər ki, müəllim, şər daha çoxdur. Və sən nə qədər bu kitabları yazsan da şərin qabağında heç nə eləyə bilməyəcəksən. Mənsə deyirəm ki, o şər hardadır, onu mənə göstər. Sən səmaya baxırsan, səmada qaranlığı daha çox görürsən, yoxsa ulduzu? Sən ulduzu görürsən, düzdür? Baxmayaraq ki, ulduzun həcmi o qaranlıq hissəyə nisbətdə çox kiçikdir. Ancaq sən ora baxanda, mən şəxsən ora baxanda ancaq ulduz diqqətimə gəlir. Yaxşı, o ulduzu mənə parlaqlı eləyən nədir? Bax, o zülmət tərəfidir. Deməli, mənə zülməti göstərən ulduzun özüdür və ulduz olduğuna görə mən zülməti görmürəm. Mənə ulduzu göstərən də zülmətdir. Bu cür baxanda mən uzun illərdir bu düşüncəmin üzərində işləmişəm, uzun illər. Təzə vaxtı çətin olurmu? Bəli, çox çətin olur. Çünki gözü yaşlı insanı görəndə, müharibələri görəndə, yetimləri görəndə, fəqirliyi görəndə, zülmləri görəndə o nuru görmək bəzən çətin olur. Ancaq müəyyən bir vaxtdan sonra o pərdələr gözdən qalxır və sən baxıb görürsən ki, doğrudan əvvəl yanılmısan və reallıqla onda, həqiqətlə onda üzləşmiş olursan.